Əgər doğumdan sonra sən də qarnında belə ləkələr, çatlar görmək istəmirsənsə, hamiləlik dövrü ərzində fikir verməli olduğun məqamlar var. Gəlin onlardan danışaq. İlk növbədə çəki artımı mərhələli olmalıdır. Yəni birdən-birə çəki artmamalıdır, etap-etap. Bunun üçün də hamiləlik dövrü ərzində qidalanmaya və fiziki aktivliyə fikir vermək lazımdır. İkinci növbədə isə hamiləlikdə dizdən yuxarı, dirsəkdən yuxarı omba, qarın ətrafı bölgələri nəmləndirmək lazımdır. Nəmləndirmək üçün isə düzgün yağlardan istifadə etmək mütləqdir. Üçüncü olaraq isə su qəbuluna fikir vermək lazımdır. Bədənin tələb etdiyi qədər su qəbulu mütləqdir. Dördüncü olaraq isə həftəlik bədəninizin ehtiyacı qədər kollageni qəbul etməlisiniz. Hamiləlikdən və doğumdan sonra çatsız, mükəmməl qarna sahib olmaq mümkündür. Necə ki, məndə və işlədiyim hamilələrdə belədir. Əgər sən də bu mövzularla maraqlanırsansa, hamiləlik məktəbimizə qoşula bilərsən. Qoşulmaq üçün sadəcə rəydə hamiləlik sözünü yaz, biz sənə qeydiyyat bilgilərini göndərək.